həvəskar balıqçılar sağ olsunlar, hələsi yəni bir növ deyək ki, üsulla balığın artmasına kömək edirlər. Məsələn, brakonyerlərin aradan qaldırmaq üçün. Məsələn, bəzi belə daşqınlar olanda müəyyən çalalar yaranır, orada balıqlar, yavru balıqlar qalır. Məsələn, o ancaq bizim boynumuza düşür ki, həmin balıqları qablar vasitəsilə arazın özünə köçürtmək. Yəni, belə hallar əlbəttə ki, bunlar baş versə, heç vaxt balıq tükənə bilməz. Təbii fəlakətlər nəticəsində, yəni bu qaçılmazdır ki, araz suyu mütləq bulanır. Və burada da əsas ən çox orada tələf olan balıqlar sıf balığıdır, çəkilərdir, hətta çox sayda xəşəmlər, çünki bu ötən il baş vermişdi Platinada. Orada da qanuni olaraq balığın yuxarı aşağı hərəkət eləməkdən ötürü müəyyən vannalar yaradılıb. Lakin təəssüf ki, orada həmin anda kömək edən bir qurum yoxdur ki, həmin o vannalardan həmin an balıqların bir neçəsi başqa bir yerə köçürülsün. Qaldı ki, araz sayında məsələn belə karyerlər qazılır, çox duru sular olur burada. Yəni bu qazıntıların biz əleyhinə deyilik. Əlbəttə ki, suyun artımı olur, balıqlar belə sularda artır. Lakin lazımdır ki, bu işdə bütün qurumlar əl-ələ verib, arazın bulanıq sularından həmin o, deyək ki, bu sahədə olan duru sulara xodlar asmaq ki, balıq orada hərəkət eləyə bilsin. Bir anlığa ora keçə bilsin. Yoxsa belə fəlakətlər olsa, yəni böyük yəni balığın azlığına gətirib çıxarda bilər. Yəni bu lilli sularda balıqlar qətiyyən kislorod çatışmamazlığından məhv olub gedirlər. Lilli sular deməli həm ötən il, ən çox da bu illəri o qarşılıq dalbadal baş verdiyinə görə çox sayda balıq tələf olur. Buna yəqin ki, bu işdə bütün qurumlar əlbir olmalıdır həvəskar balıqçılarla. Müəyyən qədər yenə də o balıqları domçalar vasitəsilə həyatını qurtarmaq olar. Əsasən də yəni orada ana balıqlardan, nəsil artımı verən balıqlardan gedir söhbət. Qulaq hissəsində gəlsəmələr lilli sularda tutulduğuna görə artıq onlar bir müddət əziyyət çəkir və kislorod çatışmamazlığından, nəfəs çatışmamazlığından bəli suyun üzünə qalxır və taqətini itirdikdən sonra tələf olub gedirlər. Yenə də dediyim kimi, burada əsasən ana balıqlardır. Hansı ki, onlar nəsil vermə qabiliyyəti çox güclü olan balıqlardır, tələf olur, gedir. Bundan ötürü yəni biz müəyyən qurumlardan, dövlətimizdən, məsələn, biz Azərbaycan Bağça İttifaqı olaraq bizə dəstək olsa, onların müəyyən qədər qarşısını almaq olar. Məsələn, başqa bir qazıntı göllərdə, deyək ki, axmaz yerlərində onlara xod yaradıb, hətta əllə də belə suları açıb, ora balıqların istiqamətini ora döndərmək olar.